Salam, hər vaxtınız xeyir olsun. Bu günləri sizinlə ABC Akademiyanın sınaq toplusundan 13-cü sınağın sualları ilə tanış olacağıq. Başlayaq ilk sualdan. Müəyyən ərazidə bərabər sayda göl ülbizlərinin və anadontalarının ürək kameralarının sayının cəmi 35-dir. Bu moleküllərdə cəmi neçə lamisə çıxıntısı olar? Demək, göl ülbizi və anadonta verib, sayların konkret verməyib, amma deyir ki, bərabər saydadır. Ona görə mən onların hər birini x-dan işarət eləyəcəm. Hər birində x-dan işarə eləyirik. Bu canlılarda ürək kameralarının sayının cəmi 35-dir. Demək, göl ülbizinin ürəyi 2 kameralıdır. O zaman x sayda göl ülbizində ürək kameralarının sayı 2x, anadontanın ürəyi isə 3 kameralıdır. X sayda anadontada ürək kameralarının sayı 3x olacaq. Toplayanda bu edir 35. Yəni bunların ikisinin cəmi 35 edir. Bu 2x-dan 3x-in cəmi 5x-dir. Demək, buradan çıxır ki, 5x bərabərdir 35, x bərabərdir 7-yə. Bizə bəlli oldu ki, hər canlıdan 7 ədəddir. Sonra məsələnin davamında deyir ki, bu moleküllərdə cəmi neçə lamisə çıxıntısı olar? Anadontada lamisə çıxıntısı olmayacaq. Göl ülbizində isə bir göl ülbizində 2 lamisə çıxıntısı olur. Ona görə də 7 ədəd göl ülbizi hər birində 2 lamisə çıxıntısı. Bu da 14 lamisə çıxıntısı edir. 14 də A bəndində verilmişdir. Baxaq ikinci suala. Uyğunluğu müəyyən edin. Göbələklər verib, lövhə şəkilli göbələklər, borucuqlu göbələklər. İndi biz uyğunluğu burada tapmalıyıq. Demək, A-da şampinyon lövhəcikli solğun əsvay borucuqlu göbələk yanlışdır burada. B-də demək, yağlı göbələk borucuqlu, ağ göbələk lövhəcikli yanlışdır. C-də lövhəcikli yağlı göbələk yanlışdır. D-də solğun əsvay lövhəcikli borucuqlu yağlı göbələk, bəli, bu doğrudur. E bəndi də yenə də burada ağ göbələk, lövhəcikli, borucuqlu şampinyon yanlışdır bu da. Nektar olmasa da həşəratlarla tozlanır. Nektar olmadığı halda həşəratlarla tozlanan bitki lalə və xaşxaşdır. Onların çiçəkləri demək cəlb edicidir və böcəklərlə tozlana bilirlər. Doğru fikirləri seçin. Deyir, demək bizə yumurta hüceyrə meyoz yolla bölünə bilər. Yumurta hüceyrə demək bölünməsi meyozla getməyəcək. Çünki özü meyoz nəticəsində əmələ gəlir. Meyoz keçirmiş bir hüceyrə təkrar bir meyoz keçirmir. Ona görə də bu yanlış fikirdir. Bir ana yumurta hüceyrədə meyoz yolla 4 qamet əmələ gəlir. Xeyr, 4 yox, 1 qamet əmələ gəlir. Bu da yanlışdır. Üçdə deyir ki, laminariyanın zigotu meyoz yolla bölünür. Laminariyanın zigotu, bu da demək yanlış fikirdir. Meyoz yolla bölünməyəcək. Mitoz yolla bölünəcək. Xlorellanın qametləri mitoz yolla əmələ gəlir. Xlorella qeyri-cinsi yolla çoxalır. Qamet əmələ gətirmir. Bu da yanlışdır. 5-də deyir ki, insanın qametləri meyoz yolla əmələ gəlir. Bəli, bu doğru cavabdır. 5 doğrudur. Demək, yalnız 5 doğru oldu. Bu da E bəndində verilmişdir. 5-ə baxaq. İnsanın hansı toxuma qruplarının hüceyrələrində hərəkət orqanoidi ola bilər? Epitel toxumasında, bəli, məsələn, orada kirpikli epitel növündə olacaq hərəkət orqanoidi. Sonra 2-də birləşdirici toxumada, bəli, qanda yalançı yağlara malik olan leykositlər olur. Əzələdə miofibrillər olur. Sinirdə isə, demək, hərəkət orqanoidi olmur. Ona görə də 1, 2 və 3-ü götürə bilirik. 1, 2, 3 də B bəndində verilmişdir. Yəni, doğru cavab burada B bəndi olacaq. Birləpəli bitkilərdə toxum düzələrkən endospermdə olan ehtiyat qida maddələrinin düşeymə nə vasitəsilə daxil olur? Birləpəlilərdə ehtiyat qida maddələri düşeymə ləpə yarpaqları vasitəsilə daxil olur. Yəni, D cavabı burada uyğun cavabdır. Sonra 7-cidə görək nə deyir?
ata, ana, ata və 3 qız uşağından ibarət olan bir ailədə müəyyən bir əlamətin fenotipdə üzə çıxma halı aşağıdakı cədvəldə verilmişdir. Demək, əlamətin üzə çıxması anada və atada, həmçinin ikinci uşaqda üzə çıxmır, birinci və üçüncü uşaqlarda üzə çıxır. Bizə deyir ki, buna görə aşağıdakı ifadələrdən hansı doğrudur? Deyir, bir də, bu əlamətin fenotipdə üzə çıxması üçün homozigot halda olmalıdır. Bəli, ola bilər. Əgər valideynlərdə üzə çıxmayırsa, deməli, valideynlər bu əlamətə görə heterozigotdurlar. Tutaq ki, yazaq heterozigot bir əlamət üzrə valideynlər demək, çarpazlaşırlar, görək bunlardan da alınır. Bunların çarpazlaşmasından həm dominant, həm də resiv əlamətli fərqlər alınır. Demək, burada resiv əlamətli ola bilər. Əgər valideynlər heterozigotdursa, bu əlamətə görə götürək. O zaman ikinci uşaqda demək, heterozigot ola bilər bu əlamətə görə, mümkündür. Həmçinin də burada bir dəqiqə, demək, homozigot da ola bilər ikinci uşaq bu əlamətə görə, dominant homozigot. O zaman birinci və üçüncü uşaq bu əlamətə görə demək resessiv genotipli olacaq. Və onlarda əlamət üzə çıxacaq. Demək, necə oldu? Valideynlər heterozigot oldu. İkinci uşaqda fenotipcə valideynlər kimi oldu. Amma o, demək, homozigot da ola bilər burada olduğu kimi. Və ya da ki, heterozigot da ola bilər. Amma, demək, əlamətin üzə çıxdığı, daha doğrusu üzə çıxdığı demək, övladlar, birinci və üçüncü övladlar isə resessiv o zaman genotipli olacaqlar. Sonra nə deyir bizə? Buradan bir doğru oldu. İkincisi deyir ki, əlaməti daşıyan gen X xromosomu ilə ilişkili resessiv daşınır. Gəlin yazaq, baxaq. Tutaq ki, valideynlər bu əlamətə görə dominant genotipli oldular. Parçalamanın verilməsi üçün, yəni bunu heterozigot formada yazıram. Digər bir valideyndə ata da dominant oldu bu əlamətə görə. O zaman doğulan uşaqlar qız uşaqlarıdır. Baxaq. Oğlanlara ehtiyac yoxdur, amma yazıram çarpazlaşmanı sona çatdırmaq üçün. Çünki ailədə oğlan uşağı doğulmayıb. Bunları nəzərə almayacaq biz ona görə. Sadəcə qızlara baxacağıq. Qızlar da bu əlamətlərə görə dominant əlamətlər olurlar və qızların üçündə də dominant əlamət özünü göstərsə, axı burada fenotipdə demək, bəs onda resessiv fərd hardan gəldi meydana çıxdı? Deyir ki, əlaməti daşıyan gen X xromosomu ilə ilişkili resessiv daşınır. Resessiv daşınırsa, resessiv əlamət özünü burada göstəribsə, bu hallarda göstəribsə, axı burada resessiv əlamətin üzə çıxma ehtimalı yoxdur. Çünki resessiv əlamət üzə çıxması üçün resessiv, belə deyim də, dominant gendən üstələnməməlidir. Amma burada alınan fərqlərin hər ikisinə görülür ki, resessiv əlamət üzə çıxa bilməz. Ona görə ikinci yanlışdır. İkinci yanlışdır, birinci doğrudur. Üçsə deyir ki, ikinci uşaq bu əlamətə görə heterozigot ola bilər. Bəli, ikinci uşaq heterozigot da ola bilərdi. Biraz əvvəl yazdıq, homozigot da ola bilərdi. Ola bilər dediyinə görə, bəli, heterozigot ola bilər. O zaman 3də doğrudur. 4də deyir ki, həm ana, həm də atada bu əlaməti müəyyən edən gen var. Bəli, müəyyən edən əlaməti müəyyən edən gen həm atada, həm də anada olacaqdır. Yəni, dedik ki, əlamət resessiv gendən müəyyən olunur. Resessiv gendən müəyyən olunursa, bəli, həm atada, həm də anada resessiv gen var. Ona görə 4-cüsü də düz oldu. Demək, 2 yanlış oldu. 1, 3, 4 düz oldu. Bu da C bəndində verilmişdir. Baxaq növbə. Mərkəzi sinir sisteminin boz maddəsinin əmələ gəlməsinə iştirak edir. Mərkəzi sinir sisteminin boz maddəsinin əmələ gəlməsinə iştirak edir. Deməli, mərkəzi sinir sistemində olmalıdır bu hissələr. Hissi neyron aksonu mərkəzi sinir sistemində olur, amma onun üzəri miyelin qlafı ilə örtülü olduğuna görə boz maddənin əmələ gəlməsinə iştirak etmir. 2. Sinir düyünü yenə də mərkəzi sinir sisteminin kənarda yerləşir. O da aid olmayacaq. 3. Ara neyron dendriti, bəli, ara neyron dendriti olacaq, çünki mərkəzi sinir sistemində yerləşir. Hərəki neyronun cismi bəli olacaq. Ara neyron cismi olacaq, hərəki neyron dendriti olacaq. Demək, 1, 2-dən başqa hamısı oldu. 3, 4, 5, 6. Bu da B bəndində verilmişdir. Yəni 8-ci sualda cavab B bəndi olacaq. Keçək növbəti 9-cu suala. 9-cu sualda bizə deyir ki, şəkildə göstərilən qüsura səbəb ola bilər. Şəkildə göstərilən qüsur nədir? Şəkildə göstərilən qüsur, deməli, uzaqdan görmədir. Uzaqdan görmə nəticəsində, yəni, belə deyim də,
Gözlər yaxındakı əşyaları pis görürlər. Yaxındakı əşyaları pis görməsində səbəbi odur ki, bunlarda xəyal torlu qişanın üzərində deyil, torlu qişadan arxada alınır. Şəkildə göründüyü kimi. Torlu qişadan da arxada ona görə alınır ki, ya bunlarda demək, anadan gəlmə olaraq göz alması qısadır, ya da sonradan billurun qabarıqlığı azalıb. Billurun qabarıqlığının, demək, burada ümumiyyətlə səbəbləri axtarır. Bizə deyir ki, demək, demək, göz almasının qısa olmasını dedik, 2-ni götürdük. Bir də billurun qabarıqlığının azalmasını götürdük. Bu da 2-3-də verilmişdir. 2-3 də E bəndində verilmiş cavabdır. Sonra 10-cu suala baxaq. Təkamül prosesində ilk dəfə çılpaq toxumlarda yaranmışdır. Təkamüldə ilk dəfə çılpaq toxumlarda yaranmışdır. Elçəkcik, xeyr, elçəkcik yox. Çılpaq toxumlarda hər pulcuğun üzərində deməli tozcuq hissələri olur. Ona görə elçəkciyi götürməyəcəyik. 2-də yumurta hüceyrə. Yumurta hüceyrə ilk dəfə çılpaq toxumlarda yaranmır. Çünki çılpaq toxumlardan əvvəlki bitki şöbələrində də yumurta hüceyrə var idi. Tozcuq borusu, bəli, tozcuq borusunu götürəcəyik. 4 əsas kök götürəcəyik. 5 demək yumurtalıq demək örtül toxumlar şöbəsində yaranmışdır. Bu da uyğun cavab deyil. Yumurtacıq, bəli, yumurtacığı da götürəcəyik. Deməli 3-ü, 4-ü və 6-nı götürdük. Bu da D bəndində verilmişdir. 11-ci suala baxaq. Diploid homoqamit olan canlının 4 somatik və 2 cinsi hüceyrəsində olan autozom xromosomların cəmi 110 olan canlıda İlişikli gen qruplarının sayı nəyə bərabər olar? Diploid homoqamit olan canlının 4 somatik hüceyrəsi. 4 somatik hüceyrəsində 4 vurulsun, tutaq ki, 2N deyim, 2N qədər demək autozom xromosom var. Və 2 dənə də cinsiyyət hüceyrəsinin hərəsində də N sayda götürürəm o zaman autozom xromosomların sayı. Bu qiymətləri edir, demək neçə? 10N. 10N-i bərabər edirəm 110-a. Buradan belə çıxır ki, N-in qiyməti 11-ə bərabərdir. Bu N nə idi? Bu N haploid xromosom yığımında olan demək, autozom xromosomların sayıdır. O zaman haploid xromosom yığımının özü neçədir? 11 plus 1 kimi, yəni 12 ala bilərəm. Burada ilişikli gen qruplarının sayını deyir. Hər bir canlıda ilişikli gen qruplarının sayı onun haploid xromosom yığımına malikdir. Bu canlıda da haploid xromosom yığımı 12-dir. Yəni cavab 12 edəcək. Bu da D bəndində verilmişdir. Baxaq növbəti 12-ci sual. Bütün nümayəndələri heterotrof yolla qidalanan aləmin nümayəndələri ilə ən qədim aləmin nümayəndələri üçün ümumi xüsusiyyətdir. Bütün nümayəndələri heterotrof yolla qidalanan göbələklərdir. Və ən qədim aləm deyərkən isə bakteriyalar nəzərdə tutulur. Bakteriyalar və demək göbələklər üçün ümumi cəhətləri seçməliyik. DNT və RNT-yə malik olması, bəli, bu ümumi cəhətdir. 4 lipid cərgəsinə malik orqanoidlərin olması. Lipid cərgəsi bu deyərkən, yəni 4 lipid cərgəsi mitoxondriya və plastidləri nəzərdə tutulur. Onlar membran quruluşlu orqanoidlərdir. Membran quruluşlu orqanoidlər bakteriyalarda olmur. Ona görə bu onların ümumi cəhətləri deyil. Yanlışdır. 3-də stoplazmada ribosomların olması. Bəli, bu hər ikisinə uyğun cəhətdir. Azalma prosesi. Demək, bakteriyalarda azalma, yəni meyoz prosesi getmir. Ona görə də bu da uyğun cavab deyil. 4-də çıxırıq. 5-də hüceyrə divarının olması hər ikisinə uyğundur. 5. 6. Çox hüceyrəli nümayəndələrin olması. Bakteriyaların çox hüceyrəli nümayəndəsi yoxdur. O zaman hansılar qaldı? 1 qaldı, 3 qaldı və 5 qaldı. 1, 3, 5 bu da A bəndində verilmişdir. Sonra növbət sualda DNT molekulunun ikinci zəncirinə komplementar mRNT-yə uyğun gələn nəqliyyat RNT-nin triplet ardıcıllığını müəyyən edin. İkinci zəncir aşağıdakı zəncirdir. Aşağıdakı zəncir əsasında bir məlumat RNT-si yığılır. Tutaq ki, həmin məlumat RNT-si necə yığılacaq? Buna komplementar şəkildə olsa A, C, G olacaq. Həmin məlumat RNT-sinə də uyğun gələn nəqliyyat RNT-də kod, yəni triplet belə olacaq. UGS. Fikir versək, elə TGS, UGS eynidir demək olar. Sadəcə burada bir fərq var. DNT-də timin olan yerdə biz demişik ki, məlumat RNT-də urasil olur. Yəni, bunu nəzərə alsaq, DNT zəncirindən nəqliyyat RNT zəncirini eyni götürə bilərik. Yəni, dediyim kimi də, yəni DNT-də timin, RNT-də isə urasil deyəcəyik. O zaman, baxaq. Görək necədir. Birinci TGS edisi UGS elə bu uyğundur. Sonra ATA burada U götürsək, GGT-də də burada da U götürsək, yəni A bəndi uyğun cavab olacaq.
Bilavasitə eyni canlılardan başlanğıc götürmüşlər. Bilavasitə deyir. Bilavasitə. Baxaq. Demək, Avstralopitex, Dirioptex, Sinantrop. Yəni biz burada əvvəlcə gəlin xatırlayaq. Paraptekdən hansı canlılar başlanğıc götürmüşdür? Diriopteklər, şimpanzi və orangutan. Dirioptekin özündən də üzr istəyirəm, mən şimpanzi yazdım burada. Hippon. Dirioptekin özündən də qorilla, şimpanzi və avstralopiteklər başlanğıc götürmüşdü. İndi burada baxaq, cavabında şimpanzi, qorilla, avstralopitek. Bəli, bunlar bilavasitə dirioptekdən başlanğıc götürüblər. Amma digərlərinin bilavasitə eyni canlılardan başlanğıc götürdüyünü deyə bilmərik. Yəni bunların əcdadı müxtəlif meymunlar və yaxud da ki, müxtəlif insan növləri ola bilər. Ona görə də biz burada sadəcə cavabını doğru cavab olaraq götürə bilərik. Sonra 15-də ATP molekullarında olan fosfat türlü qalığı və makroorqanik rabitələrin cəmi 30-dur. Bilmirik neçə dənə ATP var, X-lə işarə edirik. Hər bir ATP-də 3 ədəd fosfat türlü qalığı olduğuna görə 3X fosfat türlü qalıqlarının sayıdır. Və hər birində də 2 ədəd makroorqanik rabitə olduğuna görə makroorqanik rabitələrin də sayı 2X-dir. Bu ikisinin cəmi birlikdə 30-a bərabərdir. Onda buradan çıxır ki, X-in qiyməti 6-dır. Yəni 6 ədəd fosfat türlü qalığı var. Üzr istəyirəm, 6 ədəd ATP var. Hər bir ATP-dən də, deməli, ATP-dən əmələ gəlməsinə 40 kilojol enerji sərf olunur. İndi 6 mol ATP əmələ gəlibsə, 6 mol ATP-dən əmələ gəlir və 6 dənə makroorqanik rabitə yaranır. 6-nı da 40-a vururıq. Yəni, bir makroorqanik rabitənin enerji dəyəri 40 kilojol olduğuna görə. Bu da edir 240 kilojol. Bu da B bəndində verilmişdir. Hansı alimin nümayəndələrində avtotrof, heterotrof qidalanmanın bütün tiplərinə rast gəlinir? Ümumiyyətlə, avtotrof, heterotrof qidalanmanın bütün tipləri bakteriyalardadır. Onlarda həm fotosintez, həm xemosintez, həm saprofit, həm parazit, həm də simbiyoz qidalanma tiplərinə rast olunur. Ona görə də burada cavabı uyğun cavabdır. Baxaq, yanlış cavabı tapın. Ox istiqamətində növdən alimə doğru getdikcə nə baş verir? Fərd sayı artır, doğrudur. Müxtəliflik artır, doğrudur. Orta xüsusiyyətlər artır. Yox, əgər müxtəliflik artırsa, orta xüsusiyyətlər artır deyə bilmirik. Ümumiyyətlə, həm də növdən alimə doğru getdikcə ortaqlıq artmır, azalır. Zülal bənzərliyi azalır, qohumluq azalır, doğrudur. Yəni, yanlış cavab burada C bəndi oldu. Baxaq 18-ci suala. Verilən ifadələrdən hansı yanlışdır? İnsanın böyrək ləyənində son sidik olur. Doğrudur. Sidik hissəsində son sidik toplanır. Doğrudur. Son sidiyin əmələ gəldiyi orqanlar çanaq boşluğunda yerləşir. Son sidik böyrəklərdə əmələ gəlir. Böyrəklər çanaq yox, qarın boşluğunda yerləşirlər. Ona görə bu yanlışdır. D-də deyir ki, iç sidik böyrəklərdə əmələ gəlir. Xeyr, yanlışdır. Daha doğrusu, bir dəqiqə. Doğrudur, yəni cavab olaraq götürmürük biz bunu. Uyğun deyil, deyim. E-də deyir ki, son sidik orqanizmdən bilavasitə sidik kanalı ilə xaric olur, bu da uyğundur. 19. Verilən ifadələrdən hansı doğrudur? A dişləri insanın ontogenezində yalnız bir dəfə çıxır. Bəli, böyük yaz dişləri bir dəfə çıxır, doğrudur. C dişləri yalnız bir tərəfdən öz diş növü ilə qonşudur. C dişləri köpək dişlərdir. Köpək dişləri heç vaxt öz diş növü ilə qonşu olmur. Bu bir dəqiqə yanlışdır. Dəqiqə. Bizə yanlış, doğrunu soruşur. Bizdən doğrunu soruşur. Bu isə yanlışdır. 3-də deyir ki, D dişləri köpək dişlərinə aiddir. D dişləri kəsici dişdir. Bu da yanlışdır o zaman. Götürmürük. 4-də deyir ki, B dişləri köpək dişlərinə aiddir. B dişləri kiçik azı dişdir. Bu da demək kiçik az diş olduğuna görə bu da yanlışdır. 5-də deyir ki, A dişləri böyük az dişlərinə aiddir. A dişləri bəli, böyük yaz dişlərinə aiddir. Sadəcə burada 1 və 5 düz oldu. Bu da D bəndinə verilmişdir. Hansı canlı və canlılarda həzm sisteminin son məhsulları ilə ifrazat sisteminin son məhsulları bir-biri ilə qarışır? Burada biz baxacağıq. Hansılarda Malpighi boruları var, onları götürəcəyik. Çünki Malpighi borularının axarları açılır.
Malpighi boruları arxa bağırsağa açılır. Malpighi boruları arxa bağırsağa açılanda demək xaslı hörümçək və may böcəyindədir. Yəni onlarda ifrazat məhsulları Malpighi borularından arxa bağırsağa açılır və həzmin qalıqları ilə birlikdə xaric olur. Çay xərçəngini götürmürük. Ona görə ki, çay xərçəngində yaşıl əvəzlər var, yaşıl əvəzlər isə xaric açılır. Bağırsağa açılmır. O zaman 1 və 3 doğru cavab oldu. 1 və 3 də demək D bəndində verilmişdir. Sonra baxaq 21-ci suala. Deyir, aşağıda verilənlərdən hansının aid olduğu sistematik kateqoriya, sistematik vahid yalnız heyvanlara aiddir. Yalnız heyvanlara aid olan sistematik vahidlər hansılar idi? Bir dəstə idi, bir də tip idi. Demək, bizə lazım olan tip və dəstədir. Burada baxaq. Demək, tipin adı. Xordallar tipi 3. Bir də dəstə, yırtıcılar dəstəsi 2-3. 2-3 demək, D bəndində verilmişdir. Sonra növbəti 22-ci sualdır. Bitkilərdə kök növlərinin demək, təkamülü hansı ardıcılıqla baş vermişdir? Birinci, demək, silurda, plan kimlərdə əlavə köklər yaranır. Sonra əlavə köklərin üzərində yan köklər də meydana çıxır. Sonra isə toxumlu bitkilər meydana çıxır və toxumlu bitkilərdə əsas kök yaranır. Demək, ardıcılıq belə oldu. 3, 1 və 2 ardıcılığı ilə. 3, 1, 2 ardıcılığı da demək, C bəndində verilmişdir. Baxaq 23-ci suala. DNT molekulunun əmələ gəlməsinə 542 mol su ayrılmışdır. 542 mol su ayrılıbsa, o zaman DNT-də olan nükleotidlərin sayı 542-nin üzərinə 2 gəlməklə tapılır. 544 nükleotid var. Yəni, N-in qiyməti 544-ə bərabərdir. Və deyir ki, DNT molekulunda 3 qat hidrogen rabitələrin sayı 102-dir. 3 qat hidrogen rabitəsi 102-dirsə, deməli, sitozinin və guaninin hər birinin sayı 102-yə bərabərdir. O zaman, indi bizdən soruşur ümumi hidrogen rabitələrinin sayı. Hidrogen rabitələrinin sayını belə tapa bilərik. H bərabərdir N plus S və yaxud da ki, Q. N-in qiymətini bilirik 544-dür. Sitozin və yaxud da guaninin hər hansı birinin sayını götürürük 102. Bu da edir toplam, demək, nə qədər? 646. 646 da E bəndində verilmişdir. Yəni, E bəndə uyğun cavabdır. Sonra 24. Verilmiş qida zəncirində ot bitkisinin üzərinə demək 500 milyon kilojol günəş enerjisi düşərsə, bu enerjinin maksimum neçə kilojoulu bayquşun bədəninin qurulmasına sərf olunur. Bitki üzərinə düşən günəş enerjisinin %1-dən istifadə edərək fotosintez edir. O zaman buradan %1-in götürürəm. Yəni 2 dənə sıfırı çıxsam, burada %1-ə bölüb 1-ə vurmalıyam da. Ona görə də 2 dənə sıfırı birbaşa çıxıram və alır buradan nə qədər? 5, demək 5 milyon. 5 milyon. 5 milyon. Günəş enerjisindən istifadə edərək fotosintez edir. Və 5 milyonun da bizə deyir ki, maksimum neçə kilojolu bayquşun bədənindən qurulmasına sərf olunur. Maksimum enerjinin keçməsinə baxmalıyıq. 5-20% keçir, maksimum isə 20%. 20% də nə qədər deyilir? 5də 1-idir də. 5 milyonun 5də 1-i otdan birinci dərəcəli konsumentə keçib. 5də 1-i. 5 milyonun 5də 1-i elə 1 milyon deməkdir. Yəni 10^6 deməkdir. Sonra bundan da bayquş birinci dərəcəli konsument deyil burada. Buradan da bayquşa keçməlidir. Deməli, təzədən bir də 5də 1-ini götürürəm növbəti dəfə. 1 milyonun 5də 1-i 1 milyonun 5də 1-i nə qədərdir? 200 min deməkdir. 200 min kilojol. 200 min kilojol bu demək ikinci dərəcəli konsumentə keçir. Biz burada baxırıq ki, bayquş bəzi xətlərdə ikinci dərəcəli konsument hansı xətlərdir? Burada məsələn. Bu xətt üzrə bayquş ikinci dərəcəli konsumentdir. Sonra buradan gəlir siçovula, siçovuldan da belə keçəndə ikinci dərəcəli konsumentdir. Digərlərində isə artıq məsələn ilana keçir, ilandan bayquşa keçir. Burada enerjinin miqdarı azalacaq. Və yaxud da ki, kərtənkələyə keçir, kərtənkələdən bayquşa keçir. Burada enerji azalacaq. Yəni ən çox olduğu elə 200 min kilojoldur. 200 min kilojol da D bəndində verilmişdir. Bitkilərin quraqlığa qarşı uyğunlaşmasına aiddir. Quraqlığa uyğunlaşma. Yarpaqların üzərində mum təbəqəsi ilə örtülməsi. Bəli, bu quraqlığa uyğunlaşmadır. Hüceyrə şişirəsində şəkərin çox olması. Bəli, hüceyrədə şəkərin qatılığının artması bu quraqlığa yox, soyuğa uyğunlaşmadır. Köklərin torpağın səthində yerləşməsi. Bu da soyuğa uyğunlaşmadır. Gövdədə suyun toplanması.
Bu da deməli quraqlığa uyğunlaşmadır. O zaman 1 və 4 oldu cavab. Bu da C bəndində verilmişdir. Yəni cavab C bəndi olacaq 25-də. Baxaq 26-cı suala. İnsan orqanizmində hər birindən bir ədəd olmalı qaraciyər hüceyrəsi, yumurta hüceyrə və sayı hüceyrəsində olan xromosomların sayıları arasındakı bərabərlik hansı bənddə doğru verilmişdir? A. Qaraciyər hüceyrəsi somatik hüceyrədir, sayı hüceyrəsi də somatik hüceyrədir. Yumurta hüceyrə isə demək cinsi hüceyrədir və yumurta hüceyrələr meyoz yolla əmələ gəlirlər. Ona görə də onlarda olan xromosom yığımı haploiddir. N-dir. Yəni digərlərindən azdır. Digər ikisi arasına baxsaq, qaraciyərdə dedik somatik hüceyrədir, sayı də somatik hüceyrədir. Qaraciyər çoxnüvəli hüceyrədir. İnsanda bir dənə nüvədə olan xromosom sayı 46-dır. Qaraciyərin hüceyrəsi çoxnüvəlidir. Tutaq ki, deyək ki, 5 nüvə götürək. 5 nüvənin hərəsində 46 xromosom olsa, o zaman orada xromosomların sayı 230 edəcək. Amma sayı 1 nüvəlidir. Hüceyrədə bir nüvə var, həmin nüvədə də elə sadəcə 46 xromosom var. O zaman baxaq, hansında çox oldu xromosom sayı? Qaraciyərdə yoxsa sayı əzələdə? Təbii ki, qaraciyərdə. Ona görə də işarələri qoysaq, böyük kiçik işarəsini. Qaraciyər hüceyrəsi çox olacaq. Demək, sayı əzələdən, yəni 3-dən, o da böyük olacaq yumurta hüceyrədən. Yəni, biri böyükdür 3-dən, o da böyükdür 2-dən. Bu da A bəndində verilmişdir. Əlverişli şəraitdə başlanğıc sayı 3 olan bakteriyadan, yəni N0-ın qiyməti 3-ə bərabərdir. 2 saat ərzində T-nin qiyməti 120-dir. Müəyyən sayda bakteriya əmələ gəlmişdir. O zaman bölünməyə məruz qalan bakteriyaların sayını tapın. Bakteriyalar 20 dəqiqədən biri bölünürlər. Buna görə də kiçik N-in qiyməti T bölünmə 20 ilə alıram ki, 6-ya bərabərdir. Yəni, nəsillərin sayı 6-ya bərabərdir. Bölünməyə məruz qalan bakteriyanı soruşur bizdən. NT çıxılsın, N0-ı soruşur. Mən buradan NT-nin qiymətini bilməliyəm. NT necə çapılır? NT bərabərdir. N0 vurulsun 2 üstü N üstü ilə. 2 üstü N də alıram ki, 64-ə bərabərdir. O zaman NT bərabərdir 64 N0. 64 N0. Gətirib burada yerinə yazsam, nə alacam? 64, fərqli rənglə yazım. 64 N0, dəqiqə. Əslində ehtiyac yoxdur buna 64 N0 yazmağa. Dəqiqə ilə bunu. Ehtiyac yoxdur 64 N0 yazmağa. NT-nin qiymətini demək, necə tapdıq? N0 bilirik, N0 3-dür. 3 vurulsun 2 üstü 6. Bu da neçə edir? 64 vurulsun 3. 64-ü 3-ə vuranda 192 edir. Aha, 192 deməli sonda əmələ gələn bakteriya sayıdır. NT çıxılsın N0, yəni bölünməyə məruz qalan bakteriyaların sayı isə 192-dən başlanğıc bakteriya sayı, yəni 3-ü çıxıram. Bu da alınır 189. 189 da B bəndində verilmişdir. Texnikok qaraciyər sorusu 3 solteri. Hər üçünə aid olan fikirləri seçin. Eyni tipin nümayəndələrdir. Eyni tipin nümayəndələrdir. Bəli, yastı qudlar tipinin. Ona görə biri götürürük. Sonra deyir ikincidə ayrıcinsli heyvanlardır. Ayrıcinsli hələ deməli yastı qudlar tipində yoxdur. Ona görə də bunu götürmürük. Yanlışdır. Sormazları yalnız qidalanmaq üçündür. Texnikok və 3 solterində sormazları yapışmaq üçündür. Qaraciyər sorusunda isə həm qidalanmaq, həm də yapışmaq üçündür. Yəni bu ortaq tərəfləri deyil. Bunu da götürmürük. Tənəffüs sisteminə malik deyirlər. Bəli, malik deyirlər. Götürəcəyik. 5-də deyir ki, bədən boşluqları yoxdur. Bəli, bədən boşluqları yoxdur heç birində. Yəni ortaq xüsusiyyətdir. 1, 4, 5. E bəndi deməli ortaq xüsusiyyətləri oldu. Baxaq növbəti. 29-cu sual gəlir. Növbəti sual. 29-cu sualda deyir ki, X plus Y ifadəsinin qiymətini tapın. Nüklein duruşlarında olan azotlu əsasların növ sayı 5 növdür. Adenin, timin, guanin, sitozin və urasil 5 növdür. Nükleotidlərin növ sayısı 8 növdür. 4 növ DNT-nin, 4 növdə RNT-nin nükleotidləri var. Və bu ikisinin cəmi demək 8 plus 5 13 edəcək. 30-da tetraploid çiçəkli bitkinin tozcuğu hexaploid çiçəkli bitkini tozlandırmışdır. Maylanmadan əmələ gələn toxumun endospermi hansı xromosom dəstinə malik olar? Tetraploid çiçəkli bitkidir. Və bunun tozcuğu. Yəni 2 endi tozcuğu. Hexaploid bitkini tozlandırmışdır. Hexaploid bitkinin demək bir dəqiqə mən burada səhv yazdım bu.
Tozcuğu deyir, bu elçəkdir. Elçək demək 2N'dir. Dişi isə dişi. Heksaploiddir. Onun mərkəzi hüceyrəsi heksaploid olacaq, 6N olacaq. Və maylamadan əmələ gələn toxumun endosperm hansı xromosom dəstinə malikdir? Mərkəzi hüceyrə 6N'dir. 2N spermi ilə də maylananda bu edir 8N. 8N də D bəndində verilmişdir. 30-da yəni cavab D bəndi olacaq. 31-də hansı quşun fəsil yerdəşməsi aşağıdakı sxemə uyğundur? Demək, A nöqtəsindən gəlir B-yə, B-dən də yenidən A-ya qayıdır. Yəni, dəqiq bir marşrutlar var. Demək, konkret o bir yerə uçurlar və oradan da geri qayıdırlar. Bunlar hansı quşlar idi? Bunlar uçub gedən quşlar idi. Uçub gedən quşlar. Burada uçub gedən quş sarı köynəkdir. Yəni, sarı köynək olacaq cavab. Digərləri boz qarğa, deməli, köçəri quşdur. B bəndi uyğun olmayacaq. C, D, E-də də burada da oturaq quşlar verilmişdir. Onlar da uyğun olmayacaq. 32-də. Hüceyrədə eləntiyə harada rast gəlmək olmaz? Eləntiyə rast gəlmək olmaz sentrosomda. Sentrosomda demək elənti olmayacaq. Amma digər hər yerdə eləntiyə rast gəlmək olar. Ona görə 32-ci cavab elə E bəndidir. 33-də şəkildəki canlıları birləşdirən ən kiçik sistematik kateqoriya hansıdır? Biri hörümçəkdir, biri isə demək həşəratdır. Demək bunlar ayrı-ayrı siniflərdir. Onları birləşdirən kateqoriya isə tip olacaq sadəcə. Yəni B bəndi burada da uyğun cavab olacaq. Boz rəngli adı dovşanlarının çarpazlaşmasından F1 nəslində alınan balaların hamısı boz rəngli olarsa, valideyn fərdlərinin genotipi necə olmuşdur? Qeyri-allergenlərin epsilasi təsiri mövcuddur. Aha, valideynlərin genotipi necə olmuşdur? Hamısı da boz rəngli olur. Baxaq, birinci A bəndinə baxaq. Gəlin cavablardan qaydaq. A bəndində buradan kiçik C böyük A qameti alınır. Buradan da yenə də kiçik C böyük A qameti alınacaq. Bunlar çarpazlaşanda C A alınır. Kiçik C olan yerdə boz rəng üzə çıxa bilməz. Yəni, bu bütün A-nın, yəni valideynlərin çarpazlaşmasında, A bəndində verilən valideynlərin çarpazlaşmasında bütün vədlər boz rəngli olmayacaq. Gördüyümüz kimi burada ağ rəngli vədlər də alınacaq. Ona görə A bəndi yanlışdır. Eyni məntiqdən B-yə baxaq. B-də də, demək ki, B cavabında da. Burada kiçik C böyük A var, burada da kiçik C böyük A var. Yəni, çarpazlaşmadan yenə də buradan da olmayacaq, alınmayacaq. Eynən burada da kiçik C böyük A və yaxud da kiçik C, kiçik A. Burada da indi baxaq, bunu bir dənə yoxlayaq. Məsələn, kiçik C ilə kiçik A çarpazlaşır, böyük C ilə kiçik A. Buradan da böyük C, kiçik A çıxır. Böyük C, kiçik A. Baxaq, nə alınır buradan? Baxaq. Bu fərd qara fərddir. Yəni, bu da özünü göstərir ki, doğru deyil. Çünki burada da qara fərdlər alınırsa uyğun deyil. Burada həmçinin kiçik C alınır, kiçik A alınır. Buradan da kiçik C alınır, kiçik A alınır. Yəni, bu da uyğun deyil. Buradan da ağ rəngli fərdlər üzə çıxacaq. E cavabına baxaq. Axırıncı E cavabıdır. Axırıncı E cavabına görək ki, buradan kiçik C və kiçik A alınır. Ancaq buradan hamısı böyük C və böyük A alınır. Bunlar çarpazlaşanda istənilən halda ancaq boz rəngli formalar üzə çıxacaq. Demək, uyğun cavab burada E bəndi oldu. 35-də aşağıdakı canlıların hansıların Y cinsiyyət xromosomlu qametlərində hərəkət orqanoidi ola bilməz? Aha, yəni hərəkət orqanoidi hansı qametlərdə olurdu? Spermatozoidlərdə olurdu. Yəni elçək qametlərdə. Demək istəyir ki, Y-lər, Y cinsiyyət xromosomuna malik olanlar spermatozoid deyil. Və ya başqa sözlə desək, elçəklər Y cinsiyyət xromosomu daşımırlar. Yəni, elçəklər heteroqamet deyillər. Dişilər heteroqametdir. Hansı canlılarda dişilər heteroqamet olurdu? Hansı heyvanlar idi onlar? Sürünənlər idi, quşlar idi, bir də kəpənəklər idi. Demək, biz buradan götürürük kəltənkələni, quş sərçəni, bir də digərləri məməlilərdir, bir də demək, iki qanadların nümayəndələrindən var. Ona görə burada 2-3 uyğun cavabdır. 2-3 də D bəndində verilmişdir. 35-də cavab D bəndi olacaq. Sonra baxaq növbəti 36-cı suala. Cədvələ əsasən X-in Y nisbəti, yəni X bölünsün Y ifadəsinin qiymətini tapın. Çoxulcanlının bir fərdində azalma prosesinin baş verdiyi orqan. Azalma nədir? Meyozdur. Meyoz hansı orqanlarda gedir? Demək, toxumluqlarda və yumurtalıqlarda. Çoxulcanın bir fərdində iki cür toxumluq
2 ədəd də yumurtalıq olur. O zaman orqanın sayı 6-ya bərabərdir. İnsan asqarının dişi fərdində isə azalmanın baş verdiyi orqan, yəni burada yumurtalıqlar nəzərdə tutulur. Dişi fərddə 2 ədəd yumurtalıq var. O zaman x-in y-ə nisbəti 6 bölünsün 2 şəklindədir. Bu da B bəndində verilmişdir. Yəni 36-cı sualda cavab B bəndi olacaq. Baxaq 37-yə. Göl qurbağasının onurğa şöbələrində olan fəqərə sayılarının arasındakı münasibət necə olar? Göl qurbağasının boynunda bir fəqərə var. Gövdəsində 7, omasında yenə bir fəqərə var. O zaman nisbət necə olacaq? C böyük olacaq. B və O-dan onlar da bir-birlərinə bərabər olacaq. C böyükdür, B və O bir-birinə bərabərdir. Bu da D bəndində verilmişdir. 37-ci sualda cavab D bəndi olacaq. Baxaq. Növbəti 38-ci suala. Şəkildə verilən canlının hər üçünə aid edilə bilər. Demək ki, biri xərçəngdir, biri əqrəbdir, biri isə həşəratdır. Deməli, boğmayaqlar tipidir. Ürəkdə arterial qanın olması hər üçünə aid deyil, çünki həşəratların ürəyində oksigenlə zəngin qan olmur. Ümumiyyətlə, onların qanında oksigen olmur. Ona görə bu ifadə uyğun cavab deyil. Düzünə inkişafın olması. Düzünə inkişaf həşəratlarda, məsələn, kəpənək verilib burada, düzünə inkişaf olmur. Sürfə mərhələsi var. Ona görə bu hər üçünə aid xüsusiyyət deyil. Traxeya tənəffüsünün olması, xərçənglər qəsimi ilə tənəffüs edirlər, uyğun deyil. Malpighi borularının olması, Malpighi boruları yenə xərçənglərə aid deyil, çünki onlarda ifrazat orqanları yaşıl vəzlərdir. Xarici xitin skeletin olması, bəli, bu hər üçünə uyğun tərəfdir. Cavabdır. 39-cu sualda mezoderma mənşəlidir. Mezoderma mənşəli orqan limfadır. Ağzın epiteliyası ektoderma mənşəlidir. Sonra dişin mina qatı verilib. Dişin mina qatı ektoderma mənşəlidir. Qaraciyər epiteliyası bu, deməli, endoderma, qalxana bənzər vəzi yenə də endoderma mənşəlidir. Sonra baxaq 40-cı suala. Hansı bitkinin aid olduğu mənşə mərkəzi 3 qitəni əhatə edir? 3 qitəni əhatə edən Aralıq dəniz mərkəzidir. Aralıq dəniz mərkəzinə də uyğun olan cavab burada çoxundurdur. Aralıq dəniz mərkəzi Avropa, Asiya və Afrikanı əhatə edir. İndi burada suallarımız yekunlaşdı. 13-cü sınavın sualları yekunlaşdı. Ümid edirəm ki, izahlar hər birinizə aydın olar. İnşallah videonu bəyənərsiniz. Bəyənsəniz bəyənmə tuşuna basmağı, kanala abunə olmağı unutmayın. Çox sağ olun. Hər birinizə təşəkkür edirəm.